Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Bugün sizə 4 iyul 2026-cı ilin astroloji proqnozlarını söyləyəcəm. Şənbə günüdür, hər birinizə gözəl istirahət, gözəl səfərlər, səyahətlər, gözəl dincəlişlər arzu edirəm. Sevgi dolu gün yaşayasınız, azadlıq dolu, firavanlıq dolu gün yaşayasınız. Münasibətlərinizi düzəldəsiniz, küsürlər barışsın. Mən həmişə deyirəm, hər gün elə düşünün ki, axır çərşənbədir, yaxud da Ramazan ayıdır, Qədir günüdür, Qədir gecəsinə keçən gündür. Belə mübarək bir gündür, o necə davranarsan, ilahi təqvaya necə uyarsan, bax, bu gündə o cür davranmağınız çox yaxşı olar. Necə ki deyirlər, hər yer Kərbəla, hər gün Aşura. Bax, bu gündə siz hər gün elə fikirləşin. Çünki hər gün son günümüzdür deyə bilərik. Həzrət Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin bir hədisi var, deyir, hər kəs ölüm yaşındadır. Təzə doğulan da ertəsi gün ya bir saat sonra ölə bilər, 90 yaşında olanda. Yəni, ona görə elə düşünün ki, bax, bugün son günüm olsa necə düşünərəm? Bax, o zaman görərik ki, daha çox savab işlər görürük, dünyaya başqa cür baxarıq. Ona görə də ömrümüz də elə bir günlük, bir saatlıqdır da, hansısa zaman kəsimində çox qısadır. Ona görə istəyərdim ki, bu cür düşüncələrə varasınız. Kimsə səfərdə, səyahətdədirsə, hamısına gözəl istirahətlər arzuluyuram. 4 iyul həm də azadlıq günüdür. Amerikanın müstəqillik günüdür, azadlıq günüdür. Uzun 10 illiklər orada vətəndaş müharibələri oldu. Axır ki, ilk belə deyək, demokratik seçim olaraq orada demokratiya yarandı. İndi bugün orada dəllalların əlindədir, axmaqların əlindədir, Yahudi lobbisinin əlindədir, erməni lobbisinin müəyyən təsirləri var, gözə görünməz orada güclər də var, dünyanı qarışdıranlar, İraqda, Suriyada, Fələstində dəhşətlər saçan bir rejim var. Amma biz o günün özündən gedir söhbət. Azərbaycan da müxtəlif dövrlərdə hansısa bir axmaqların əlində olub, qan içənlərin əlində olub. Amma biz Xətai deyirik, biz Məhəmməd Əmin Rəsulzadə deyirik, biz Nadişah Əfşar deyirik, biz Elçi bəy deyirik. Çünki bu Amerikanın da təməlində odur. Ona görə də azadlığımız mübarək olsun. 4 iyul da oradan da həmişə arzu edirik ki, elə 4 iyul azadlığı bizlərdə də olsun, bütün post-sovet məkanlarında, zillət içində inləyən şərq xalqlarında da olsun. Kimsə inciyirsə özü bilər, bizim ənənəmiz budur, biz söhbət edirik, sonra proqnoz deyirik. Bu da televiziya deyil, məcbur olub gözləyəsən, yığa da bilərsiniz. Aylıq proqnozlarımızı da bir daha xatırladım ki, 4 növ proqnoz var kanalımızda, məlumat iyul haqqında. Onların ikisini, ən vacibini bu videonun son 20 saniyəsində yerləşdirirəm. Oradan rahat baxıb izləyə bilərsiniz. Ayın zodiak bürclərində hərəkəti də var. İyul ayının tarixdə rolu videosu da var. Ona da baxa bilərsiniz. İctimai bölümdə yerləşdirmişəm. Və keçək proqnozlara görə bu azadlıq günündə, bu şənbə günündə ayrı-ayrı zodiak işarələrinə nələr vəd olunur. Qoç bürcü. Gün ərzində ovqatınız nataraz olsa da qarşınızda duran vəzifələrin öhdəsindən gələcəksiniz. Günün ikinci yarısında isə şəxsi büdcənizdə müəyyən qədər artım ola bilər. Buğa bürcü. Qarşılıqlı münasibətlər baxımından uğurlu olsa da maddi cəhətdən mübahisəli bir gün yaşayacaqsınız. Özünüzü maksimum təmkinlə aparın. Haqqınızı qanunlar çərçivəsində tələb edin. Əkizlər bürcü. Reallıqdan uzaq düşməyin. Bütün planlarınızı yalnız xəyalınızda reallaşdırmayın. Konkret fəaliyyətə də keçin. Çünki indiki dünyamız, xüsusən də yaşadığımız məmləkət gerçək olmağı tələb edir. Xərçəng bürcü. Qarşılıqlı əlaqələrdə tədbirli olmağa çalışın. Əks təqdirdə müsahibləriniz tərəfindən aldadıla bilərsiniz. Qarşınızda gözəl perspektivlər durur, çünki öz bürcünüzün dönəmidir, şanslı dövrdür. Ona görə də ruh düşkünlüyündən qurtulun. Şir bürcü. Təcrübəli insanların köməyinə ehtiyacınız olduğundan göy qübbəsi sizə kömək göstərəcək. Odur ki, ruh düşkünlüyünə qapılmayın, sənədlərlə bağlı problemləri tez bir zamanda aradan qaldırın. Qız bürcü. Bəxtinizdə kifayət qədər uğurlu bir tarix var. Əzmkarlığınızı artırmaqla bu müvəffəqiyyəti özünüzə, özünüzü də ona
yaxınlaşdıra bilərsiniz. Axşamsa qonaq getməyə çalışın. Tərəzi bürcü. Son zamanlar ciddi cəhdlərinizin boşa çıxması sizi məyus etməməlidir. Çünki hər kəsin bir şansı var. Siz də gözləməlisiniz. Bugün isə yalnız adi işlərin həlli ilə məşğul olmalısınız. Dünən də biraz negativ olaylar var idi. Və etiraf edim ki, yeganə tərəzi bürcüdür ki, onlara negativ yazını üsyan eləmir. Deyir ki, reallıqdır da. Bir gün elə həmişə gözəl söz olmur ki, bilir ki, negativ varsa, mən də negativi çatdıram. Mən bir dəfə tərəzi bürcündən mənfi şey görməmişəm ki, yazaq ki, bəzilər var, mənim bürcümə bir dəfə yaxşı söz demədi, ruhdan saldın məni, güya ki, bu belə ali həqiqətdir, ya mütləq həqiqətdir, mən onu nə deyirəm o olur. Olacaq deyə mən deyirəm, həm də qarşısını almaq mümkündür. Ona görə ümid edirəm ki, tərəzilər dediyimdən əslində nəticə çıxardarlar. Mən əslində bundan yaxşılıq eləyirəm. Negativ şeylər deyilməlidir. Deyir, həqiqət acı olur. O acını deyirsən ki, o həqiqət bilinsin. Əsas o da həqiqət olsun. Əqrəb bürcü. Fəaliyyətlə bağlı gərginliyiniz mümkündür. Bu, əgər işləyirsinizsə bugün. Yaxşı olar ki, bütün vacib işlərinizi təxirə salasınız. Riskli pul sövdələşmələrindən, məxfi danışıqlardan uzaq olmağa çalışın. Yəni, torba tikməyin. Oxatan bürcü. Uğurlu nəticəsinə tam əmin olmadığınız məsələlərə girişməyin. Yoxsa xoşa gəlməzliklə qarşılaşacaqsınız. Bu təqvimdə kənardan kiminsə məsləhəti ilə addım atmamalısınız. Oğlaq bürcü. Bir çox məsələlərdə səhvlərə yol verirsiniz. Özünüzə alüdə olmayın. Bəzən ətrafınızdakilərdən məsləhət almağı da unutmayın. Axşamüstü maraqlı görüşlərin iştirakçısı ola bilərsiniz. Su tökən bürcü. Şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq üçün şanslarınız var. Taleyinizdə əhəmiyyətli rol oynaya biləcək adamlarla əlaqələri dərinləşdirin. Bugün səfərə çıxmaq da uğurludur. Amma gərək saat 12-yə qədər artıq çıxmış olasınız. Günorta 12-yə qədər gərək artıq belə deyim yolda olmalısınız. Balıqlar bürcü. Səfərlər planınız varsa onu bəribaşdan təxirə salın. Çünki ulduzlar bu təqvimdə sizə kifayət qədər ciddi işlər həvalə edəcək. İşgüzar sövdələşmələrdə sizi müvəffəqiyyət gözləyir. Allah eləsin. Nə deyək? Məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı, təbliğ eləməyi, canlı yayımlarımıza baxmağı, aylıq proqnozlarımızı izləməyi unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.